Orada işim bitti. Geldim. Geçiyorum, bakmadım, beraber açalım. O heyecanı birlikte yaşayalım. Şimdi ilk şöyle, şöyle. İçinden. İlk izlenimi söylüyorum. Bence çok önemli ve çok takılarınızı koyacağız. Ya da koyup devam edebileceğiniz hemen başlıyorum. Şimdi bulduğum kadarıyla 1, 2, 3, 4, 5 diyorum. Pillow Talk. En sevdiğim renk. Lashes. Bir fırçasına bakalım birlikte. Şu an maskaramı Buradan çıkan saçım ben o kadar sinirime bozdu. Kıl fırçalı maskaraları da çok seviyorum ama plastik fırçalı maskaralarla kirpiklerim daha iyi anlaşıyor. O yüzden evet. Bu hissesi o kadar güzeldi. Buradan baktığımda Ne bakın. koyu geldi gözüme ama değil. Klasik en çok... Var. Dedim gel saçımı açım. Çünkü sıkıldım. Ne olur utandırma. Aydan ucun hepsi olup. Niye? מצד אחד במנורה נפתחים מציעים עד 50% נהלים זעירים. מצד שלישי, שירות מנורה און-טרק, שמאפשר לכם לקבל סטטוס של ברכב איזה צלגל. בקיצור, עם מנורה אתם עושים מכל הצדדים. Sadece indi bu saçımın qabağını belə fenləsəm, qəşəng olar. Çox qəşəng olar. Bundan sonra bu mənim saç buruq makinemdir. Bu arada kızlar bir şey diyeyim. Ben bu yaxınlarda saçımı fenləyəndə fen əlimdən çıxdı gəldi burnumun bu hissəsinə dəydi. Baxın biraz fərqli şey görünür. Amma mən Bakıya gedəndə, Bakıda getməmişdən əvvəl olmuşdu bu. Həkimə dedim ki, bəs burnum bu hissəsi əyri görünür. Dedim ki, bəs nə edə bilərəm? Dedi ki, tez-tez belə eləyib masaj elə. Görünüşdə biraz əyri görünür. Bu hissə belə bu hissədə bilsiz belə gəldi dəydi. Belə gəlib dəymişdi də. Bu hissəm qızarmışdı. Belə. Bu arada burun haqqında söhbətli bir video çəkmək istəyirəm. Sadəcə mən deyirdim ki, tam burun haqqında, danışamıram. Burun videosu haqqında danışacağım. Onun haqqında video çəkəcəm. Qiymət haqqında, her şey hakkında danışacağım yani. Ona göre de bu videomu da izleyenler ya bu videonun altına ya da ki Instagram sayfamı buraya əlavə eləyəcəm, TikTok sayfamı əlavə eləyəcəm. Oradan gedib istədiyiniz bütün suallar verə bilərsə onlara cavablandıracağım. Neyse indi video açım. Yani video açım. Ona baxa-baxa da makyaj eləyim. Bunu belə qoyum. Ay. Ekran. Ayda belə make-up videosu çəkə bilərəm ya. Onu geri götürmez. Bundan istifadə edəcəyəm. Ben demiştim demeyin. Bu qaşım çox pisliyə. Baxın. O qaşım geriyə qalmır. Qaşımı bitirdim. Bunun fırçası baxın balacadır deyə mən əlavə bundan da istifadə edirəm. Bizim bu qaş qələmini istifadə edirəm. Çox təbii görünür baxın. İndi üzümüzü nəmləndirək. Üzümə son zamanlar çox məhsul istifadə eləməməyə qərara gəldim. Çünki üzüm səbir və onun yediklərimlə yoxsa üzümə istifadə elədiyim məhsullarlandır deyə bilmirəm. Baxın bu hissəmə. Təzə çıxdı onlar. Muhtemelen de acıydım ben. Yani psixoloji olarak da acıların üstüne atmak istiyorum. Okay. Üzümü nemlendirdim. Concealer'da həmişəki kimi Lancome'un bununla istifadə edəcəm. Sponcumuzla bunu yayaq. Bu ıslak bitişlidir görürsünüz. Qəşəngdir. En münasib qiymətli, en gözəl blush məncə budur. Yəni həqiqətən pigmenti falan da çox yaxşıdır. Elimdə isidib elə istifadə edirəm çünki onda daha qəşəng qalır, makyajı qaldırmır. Çox elədim ama. Neyse bunu concealer'dan falan yumuşadarım indi. Baking powder olarak da bundan istifadə edəcəm.
NYX'in bu ənliyini istifadə edirəm. Çox qəşəngdir, çox pigmentlidir. Bugün həqiqətən makyaj dozumu ayarlaya bilmirəm. Kipriklərimi dodaq qələmindən Lux Visajın 51 nömrəsini ümid edirəm mahnının səsi bura gəlmir. Çünki qorxuram mənim səsimi də kəsərlər. Neyse, gedirəm işə, yəni ki, orada vlogsa çəkməyəcəm. Axşam gələndə çəkərəm ya da sabah. Mən hazır işə gedirəm. Bu da evin zibilləri. Bir də onları atım. İndi çıxdıq işdən, gedirik evə. Bugün də belə bitirdik. Arada əslində işdə çəkmək istədim. Sadəcə çəkə bilmədim. Vaxt olmadı çəkməyə. Belə. Sabahınız xeyir. Yeni günə indi başladım. İndi durub özüm üçün bir şeyler bişirəcəm. Sonra da baxarıq. Bugün ev günümdür. Ona görə çox xoşbəxtəm. Saçıma yağ falan vuracağım birazdan. Sonra da bilmiyorum. Kofemi içtim. Video niye belə durur mənim? Ha, kofemi içtim, geldim. İndi kofe sırasını çekmedim. İndi saat 12:49. İndi saçıma yağ istifadə edəcəm. Saçımı məsələn belə slick ban yığıram. O qədər tüklərim var. Təzə yulandı vəbşə. Hamısı belə biz durur. Ona görə mən istifadə edədiyim keçən dəfə videolarımda paylaşmışdım. Bu yağ уже bitir. İçində az qalıb. Bu Sesa'dır. Cash King'dir. Bu yağlardır. Bir də alma yağı bu. Gedin bu yağları alın. Saçınız uzanmasa uzanacaq. Yəni başqa çarəsi yoxdur. Bunları isə iHerb'dan almışdım. Bunları, bu Hindistan yağlarını saç dibimə, bunları saç ucuma istifadə edəcəm. Çünki saçım uzansın. Səsini biraz azaldım ki videoda təsir olmasın. Və bu videonu məndən istəmişdi. Və ən də belə öz makyajımı, yəni gündəlik olaraq necə elədiyimi özə başlayırıq. Deməli, onu da göstərirəm. Çox qəşənglər. Deyim ki, başqalar olsun, daha ucuz, kətlə ki, belə bu markadan. Markanın heç bir fərqi yoxdur. Yəni sadəcə girib altında. Sadəcə far paletində həmişə belə daha dark bir rəng olur. Bunu mən istifadə edirəm. Nə vaxt saçım baxın üstü yağdır. Nə vaxt saçımı yağlayıramsa onu da istifadə edirəm. Haydi. Gedim çay içim. Bu da 1 saat saçımda dursun. Bizler duşdan çıxdım. Soyuducuda sandviç var idi. Onu isitdim. İndi onu yiyəcəm. Saçım falan qurudu. Bir dənə video çəkmək istəyirəm. Qızlar, biz hazırlaşdıq evdə. Makyaj videosu çəkdim əsas. Bir də belə giyinmişəm. Ayağımda belə bir şey. İndi çalışacağım video çekin. Haydi gittik. Bisikletlerdi bunlar. Ha. Sonra da kediler nankördür. Kızlar geldim sportifini bakmağa bunlara. Sadece hiç geçik kalmadı. Çünkü ayak ses durba gibi göründü ve o görüntüyü sevmediğime göre hiç göstermedim de. Spartini yoxladım bayağı. Ağzıma girmədi. Yoxladım, sadəcə geçən qalmadı. Namırsa gedəcək yeməyə. Bir şey çay.
kinyon içində belə yerdir. İndi də salat seçdik. Bir dənə Sezar salatı seçdik. Bir də fermer salatı seçdik. Biz indi gəldik yeməyə. Acıydıq həqiqətən. Ona görə biraz əslində gəzib elədik. Sonra gəldik yeməyə. Mağazalara baxdıq. İstədiyimiz bir şey yox idi. Mama özü üçün baxırdı bir şeylər. Heç nə. İndi yeməyimizi gözləyirik. 2 dənə salat yedik. Yəni ki, sonra da kofe içərik. Əslində çox ac deyildi. Acıydıq həqiqətən. Sadəcə salat istədim. Sonra mama gəldi dedi ki, hə, acıdır. Və biz salat yeməyə qərar gəldik. 2 dənə belə salat dedik. Biri Sezar salatıdır, biri tuna salatıdır. Yanında çörək də olacaq. Belə. Kızlar geldi bir tane Flying Tiger'a ev üçün belə şey götürdüm. Bir tane de böyle həftəlik planlayıcı götürdüm. Mağazada böyle şeyler var. Bakın çok qəşəngdir bunlar. Görün nə gözəldir. Yolkam olsaydı tabii ki alardım. Hələ ki yolkamız yoxdur, almamışıq deyə. Hələ ki qalacaq. Bu da köhnə vaxtda olan şeylər oxşuyur. Şüşədəndir. Belə. İndi gəlib kasaya gedəcəyik. Bu da gözəldir yəni. Biz amma keçən və aldığımız bundan idi. Buna baxın. Başka? Bunu da çok beğendim. Aksesuar şeydi. Başka da hiç. Böyle. Bunu aldım. Bir de bayağı mağazalardan bir şey almıştım. Bakın ne güzeldi. Bu geçenkti. Bir de bu geçenkti. Bağlayıp eve gelir.